Mikail Ağamalı Tahiroğlu, Quba rayon Xaltan kəndində anadan olmuşam. 1998-28.05 tarixində Quba rayon Xaltan kənd Təm orta məktəbində Teymur Şahbaz adında məktəbdə dərs almışam. 2019-da hərbi xidməti bitirdikdən sonra yenidən hərbiyə sənəd verib işləməyə davam etmişəm. Mən həmin an müharibə başlanan gün idi. Məzuniyyətlər açılmışdı, məzuniyyət götürmüşdüm. Məzuniyyətdəydim. Ancaq xəbərimiz var idi ki, müharibə olunacaq da yəni. Həmin gün mənim komandim var idi, Əliyev Elnur. Bölük komandim. O zəng elədi ki, pes filan günü, filan saatda olarsan burada. Dedim, bilirəm. Hər məzuniyyətimə 3 gün, 4 gün qalmışdı belə qutarmağına. Dedim, bilirəm, gələcəm. Gəldik, həmin gün idi, yəni gəldim, girdim hərbi hissədən, gördüm şəxsiyyət orada, oturduq nəsə komandirlərlə. Bilirdik ki, çıxacaq, çıxış əmri veriləcək. O saatı, o dəqiqəni gözləyirdik, bilirdik. Neysə, biz yığılışdıq həmin gün orada, hərbi hissədə. Şəxsi heyətlə, bizim yanımızda komandir heyəti, ən çox komandir heyəti ruh yüksəkliyi verir adama. Narahat olmayın, gedəcəyik, salamat da qaydacaq. Biz elə şey olub ki, biz əskər heyətinə deməmişik ki, gedirik. Deyirik, təlim adı ilə çıxmışıq. Biz getdik, hərəsə həmin gün idi. Axşam şəxsi heyətlə təlimlərə getdik, axırıncı dəfə. Getdik, qayıtdıq, hərəsə saat 10-11 olar belə, qayıtdıq arxaya. Arxaya qayıtdıq, komandirimin bir dənə sözü var idi. Qayıt dedi ki, gəl bir dənə yadigar şəkil çəkək bölükdə. Kim ölüb, kim qala bilinmir. Axırıncı dəfə bölüyün qabağında oturduq, şəkil çəkdik, çayımızı içdik. Qayıtdıq, komandir dedi ki, hazırlaşın da. Həmin günü bilirdik ki, hərəsə saat 4-də, 5-də belə tərpəncik. Getdik uşaqlarla hamımız baş paltarımızı yığışdırdıq. Yatmırdıq. Yatmaq istəmirdik çünki. O elə bir şeydir ki, oturursan, ancaq danışırsan, söhbət eləyirsən. Çünki bugün yanında olan səhər olmur. Elə də oldu. Yanımızda olanlar şəkillərə baxırıq, şəkil xatirə qaldı. Ancaq həmin dost, qardaş şəhid oldu. Həmin gün idi. Saat səhərə yaxın idi də, belə. Döyüş əmri verildi. Döyüş əmri verildikdən sonra biz tərpəndik. Getdik döyüş əmrini birinci Ağcabədən. Ağcabədi, Füzuli, Cəbrayıl. Bizə döyüş əmri verildikdən sonra 27 sentyabr biz Ensaylı hərbi hissə ilə yola çıxdıq. İlk döyüşümüz Füzuli tərəfdən başlayıb. Füzuli, Cəbrayıl, Xocavənd bu zonalarda vuruşmuşam. İlk döyüşümüz Füzulidən başladığı anda gözümüzün qabağında bir an ancaq torpaqlarımızı geri qaytardı.